Baş vermiş qəribə ölüm hadisələrini oxuyuram. Braziliyada 88 yaşlı qadın pasiyentə sistem qoşularkən tibb bacısı sistemə dərman mayesi əvəzinə səhvən toyuq şorbası töküb. Damarlarına toyuq şorbası qəbul edən xanımın həyatını xilas etmək mümkün olmayıb. Kamboçada isə 2 əskər partlamamış minalardan biri ilə futbol oynamağa qərar verib. Və həmin günə qədər partlamayan mina həmin gün partlayaraq əskərləri parça-parça edib. Bu ölüm hadisəsi çox maraqlıdır. New Yorkda bir piyada yolu keçərkən onu maşın vurur. Maşının sürəti çox olmadığından piyada ilə də xəsarət almır, sadəcə yerə yıxılır və yıxıldığı yerdən də tez bir şəkildə durur. Bunu görən sürücü də maşından artıq düşmüşdü ki, ona kömək eləsin. Görür ki, yəni hər şey qaydasındadır. Yenidən gedib əyləşib maşında oturur ki, yoluna davam etsin. Elə bu zaman da yolun kənarından gedən bir şəxs piyadaya bağırır ki, bəs əgər sən özünü maşının altına atsan, yerə yıxılsan, özünü yaralanmış kimi göstərsən, sığortadan yaxşı bir pul ala bilərsən. Piyada da bunun sözlərinə uyur və özünü atır maşının altına. Sürücü də ən sonuncu dəfə piyadanı ayaq üstə gördüyü üçün və artıq hadisə yerindən getdiyini düşündüyü üçün maşını işə salıb yoluna davam edəndə elə gəlir həmin piyadanın düz üzərindən keçir və piyadanın həyatına son qoyur.